Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Mən Nail Sadqovla 4-cü sinif monitorinq imtahana dəstək videolarımıza davam edirik. Bu video sadəcə 8-ci videodur. Əgər bundan əvvəlki 7 videomuzu izləməmisinizsə, bu videodan dərhal sonra həmin videoları da izləməyinizi tövsiyə edirəm. Videoların əsas üstünlüyü ondan ibarətdir ki, qısadır, amma potensial sual tiplərini buradan göstəririk. Yəni model olaraq hansı ki qarşınıza çıxa biləcək sual tipləridir bunlar. Dostlar, videomuzu bəyənməyi və ətrafınızda olan digər insanlarla da paylaşmağı unutmursunuz ki, sizin vasitənizlə digər insanlar da bu videolardan faydalansınlar. Bizim monitorinq test toplumumuz artıq işıq üzü görüb. Bu barədə əvvəlki videolarda da məlumat vermişəm. Ekranda aşağı sol tərəfdə WhatsApp nömrəsi görürsünüz: 055 239 2041. Həmin nömrəyə yazaraq kitab barədə detallı məlumat əldə edə bilərsiniz. Kitabın əsas üstünlüyü ondan ibarətdir ki, bütün sualların video izahı mövcuddur kitab daxilində. Bizi əlavə olaraq digər sosial şəbəkələr üzərindən də izləyə bilərsiniz. Əgər siz Instagram, Telegram, TikTok sosial şəbəkələrindən istifadə edirsinizsə, bu videonun açıqlama bölməsində linklər yerləşdirəcəm. Həmin linklər vasitəsilə müvafiq sosial şəbəkələrdə bizi izləyə bilərsiniz. Çox vaxt itirmirik, artıq izahlara keçid edirik. Əvvəlcə videonu özünüz saxlayırsınız və müstəqil formada sualın cavabını tapmağa çalışırsınız. Cavabı tapdıqdan sonra video vasitəsilə doğru yoxsa yanlış yazdığınızı müəyyən edə bilərsiniz. İlk sualımız belədir. Samir Vəlidən 12 yaş böyük, Qabil isə Vəlidən 10 yaş kiçikdir. Qabilin 28 yaşı varsa Samirin yaşını tapın. Bizə bəllidir Qabilin yaşı. Qabilin yaşı bərabərdir 28-ə. Əlavə olaraq bizdə deyir ki, Qabil Vəlidən 10 yaş kiçikdir. Qabil Vəlidən 10 yaş kiçikdirsə, Vəli Qabildən 10 yaş böyükdür. Yəni Vəlinin yaşı olacaq 38. Və nəhayət Samirin yaşını tapa bilərik. Birinci hissədə qeyd edir ki, Samir Vəlidən 12 yaş böyükdür. Vəlinin 38 yaşı varsa, Samir də bundan 12 yaş böyükdürsə, 38-in üstə 12 gələcəm, edəcək 50. Yəni Samirin yaşı 50-yə uyğun gələcək. Doğru cavab C variantı. İkinci sual. Verilmiş cədvəldə qanuna uyğunluğu müəyyən edib A ədədini tapın. Giriş və çıxış var. Bu barədə orta məktəb dərsində bir xeyli suallar var. Yəni 3-ün vasitəsilə biz 8 almalıyıq, 4-ün vasitəsilə 11 almalıyıq və s. Burada dostlar, ədədi 3-ə vurub 1 çıxmaq lazımdır. Yəni 3 vuraq n, bu formada düşünə bilərsiniz, çıxılsın 1. Yəni bunun düsturu belə olacaq. 3-ü 3-ə vurursunuz, 9 edir, 1 çıxanda 8 qalır. 4-ü 3-ə vurursunuz, 12 edir, 1 çıxanda 11 qaldı. 6-nı 3-ə vururam, 18, 1 çıxanda 17 qalır. İndi burada 7-ni 3-ə vuracam, 21, 21-dən 1 çıxacam, 20 qalacaq. Doğru cavab D variantına uyğun gələcək. Üçüncü sual. Malik həftədə 3 dəfə yürüşə çıxır. Hər yürüşdə 120 millilitrlik 5 butulka su içir. Malik 10 həftədə yürüş zamanı cəmi neçə millilitr su içər? Deməli, bir yürüşdə 120 millilitrlik qablarda 5 butulka su içir. İlk öncə 120-ni 5-ə vururam ki, görək hər yürüşdə cəmi nə qədər su içir? 120-ni 5-ə vuran litr 600 millilitr. Həftədə 3 dəfə yürüşə çıxırsa 600-ü 3-ə vuraram. Görək bir həftəlik nə qədər su istifadə edir. Bu 1800 edəcək. Yəni bir həftəyə 1800 millilitr su içəcək. 10 həftəyə isə 10-a vuracaq. Yəni 1800-ün özünü də 10-a vuranda 18000 millilitr. Başqa sözlə 18 litr su içər. Dördüncü sual. Bölünən 1156 qismət 20 qalıq 36 olarsa böləni tapın. Bildiyimiz kimi bölünəni tapmaq üçün bölənlə qisməti bir-birinə vurub üzərinə qalığı gəlirik. Yəni belə yazaq. Bölən vurulsun qismət. Qismət neçədir? 20. Üstə gələk qalıq. Yəni 36. Bu bərabərdir bölünənin qiymətinə. Yəni 1156. İndi burada bölənin yerinə bir x də deyə bilərik. Fərqi yoxdur. Bu tənliyi necə əldə edəcəm? 20-ni x-ə vururam. Bu bərabərdir. 1156-dan çıxıram əvvəlcə 36-nı. Bu 1120 edəcək. Sonra buradan x-i tapmaq üçün hər tərəfdən bir 0 silə bilərik. Yəni növbəti addımda artıq 112-ni sadəcə 2-yə bölürsünüz. Bu da 56 edəcək. Demək ki, bizim bölənimiz 56-dır. Doğru cavabımız C variantına uyğun gələcək. 5-ci suala baxırıq dostlar. Koordinat sistemində təsvir olunan düzbucaqlının sahəsini A və D nöqtələrinin koordinatlarını tapın. Düzbucaqlının sahəsini tapmaq üçün n-in uzunluğa vurmaq lazımdır. Buradakı məsafə nə qədərdir? 2-dən başlayır 6-ya qədər gedirsə, düzbucaqlının eni 4 vahiddir. Uzunluğu necə olacaq? 9-da bitir və 2-də başlayıbsa 9-dan 2 çıxanda 7 qalır. Yəni n4 uzunluq 7-dir. 7-ni 4-ə vuracam olacaq 28. Sahə 28-dir. A nöqtəsinin koordinatı
2, 6 olacaq. Diqqət yetiririk bu hissəyə. Nöqtənin koordinatını tapan zaman birinci x oxu üzrə baxılır. Yəni buradan qalxacaq 2, 6 olacaq. 6, 2 deyil. Bax buna diqqətli olursunuz. Gördüyümüz kimi hər iki versiya var burada. Yəni 2, 6 doğru cavab olacaq. D nöqtəsinin koordinatları da bəli 2, 2-dir. Yəni hər ikisi həm x həm də y 2-yə bərabərdir. Belə dəyərli dostlar, bununla da 5 sualın izahı yekunlaşdı. Əgər videonu faydalı bildinizsə, zəhmət olmasa bəyənirsiniz və paylaşırsınız ki, digər insanlar da qeyd etdiyimiz kimi faydalansınlar. Sağ olun, bir sonraki izahlarımızda görüşərik. Hələlik.